Əgər kimsə dəzgahda işləməyi bacarmırsa, heç kim dəzgahı günahkarlandırmır. Çünki bu dəzgahda kimsə yaxşı işləyir, kim isə pis. Əgər kimsə dində layiqincə yaşamır, dinmi günahkardır? Əgər yol səhvdirsə, illər boyu getsən belə istədiyin yerə çatmayacaqsan. Yaradana gedən yolda itki olmur. Ya ibadət əhli, səni insanlar incidəcək, lakin Yaradan səni ucaldacaq. Belə olub və belə də olacaq.